Değerli tələbələr, qəbul suallarından biri 2026-cı ilin fevral ayında düşmüş bir şifrə sualıdır. Deyərdim ki, qəbul imtahanına düşmüş, yəni sizin 2026-cı ildə düşmüş 3 ən çətin sualdan biridir. Bəli, düz eşitdiniz. Bəzi tələbələr deyə bilər ki, müəllim, mən sürətli tapmışdım, daha əvvəl görmüşdüm. İlk dəfə görənlər üçün, çünki bu daha əvvəl qəbul imtahanına düşməyib, çox çətin bir sual sayıla bilər. Ona görə diqqətlə qulaq asın ki, həlli də o qədər asan deyil. Yəni bundan əvvəlki işlədiyimiz şifrələrdə çox asanlıqla tapa bilirdik. Bu bir balaca həllə qarışıq ola bilər. Diqqətlə ona görə axıra qədər izləyin ki, bəlkə təkrarda gəlib düşdünüzsə. Sağ tərəfdəki çoxluğu təşkil edən ədədlərin hər biri sol tərəfdəki çoxluğun bir elementi ilə şifrələnib, eyni rəqəmlərin eyni, fərqli rəqəmlərin isə fərqli hərfləri və ya hərf birləşmələrini şifrələdiyini bilərək tapşırığı yerinə yetirin. Qəbul imtahanında uşaqların əksəriyyəti belə eləmişdi ki, deyir müəllim, mən baxdım ət burada var, burada var, ət burada var, burada 4 yerdə ət var. Baxdım gördüm ki, rəqəmlərdən heç biri sonda 4 dəfə istifadə olunmayıb. Bəli, bunun da səbəbi nədir? Normalda öyrəşmişik ki, hər bir rəqəm eyni sayda simvolları şifrələsin. Amma burada artıq lət başqadır, fət başqadır və yaxud da tutaq ki, nət başqadır. Bunlar hər hansısa bir rəqəm bir sözdə iki simvolu şifrələyib. Başqa bir rəqəm ona bənzər olan 3 dənə hərfi şifrələyib. Ona görə nə edirik? Biz köməyimizə baxırıq ki, burada bizim köməyimiz hardandır? Yəni belə deyək də 481 tutaq ki deyirəmsə ədalət sözünün şifrəsidirsə, bu bərabər bölünməyə bilər. Əd 4, al burada 8, deməli ət də 1 olmaya bilər. Zaten yəni görəcəyik ki, həqiqətən də elə deyir. Bərabər sayda simvollar bölünməyib buradakı şifrələrə uyğun olaraq. Biz nə edirik? Baxırıq diqqətlə ədədlərimizə. Belə suallarda ədədlərə baxsaq daha yaxşı olar. Bizim köməyimiz burada 2 ədəd var ki, son 2 rəqəmi eynidir. 506 ilə 806-dır. Baxın, bura qeyd edirəm. 506, bir də 806. İndi biz baxırıq ki, sözlər olan hissəyə. Hansı sözlər bir-birinə son hissələri bənzəyir? Yəni biz elə şifrələyək ki, 06 ikisinə də düşmüş olsun. Mən burada ədalətlə, sonu alətlə bitir. Ətaləti görürəm ki, sonu alətlə bitir. Bir də mavi ilə, səmavidə sonu avi ilə bitir. Ağlıma gəlir ki, bəlkə ədalətdəki 06 olsun ya da mavi ilə səmavidə. Gəlin o zaman biz başlayaq birinci. Mavi ilə səmavidəki görək niyə görə 06 ola bilmir bu sualda. İndi biz əgər mavini 06-ya uyğunlaşdırmaq istəyiriksə, səmavidə də avini, yəni bu hissədə də 06-ya uyğunlaşdırmaq istəyiriksə, belə eləməliyik. Burada V burada da var, səmavidə də var. Bir dəfə də hansısa sözün əvvəlidir. Onu mən belə eləyəcəm. Elə V-ni götürəcəm, qeyd eləyəcəm bura 6. Burada V-ni qeyd eləyəcəm, qoyacam 6. Onda aydın məsələdir ki, mavidəki A hərfinə 0 düşəcək. Mavidəki A 0 düşdü. Onda səmavidə də A vardı ortada. Ona da 0 düşmüş olacaq bu məntiqlə. Bənzəyir axı bir-birinə. İndi müəllim, bu səmavidəki səm oldu da hərf birləşməsi. Bu bir dəfə cəmisi istifadə olunub. Baxıram görürəm ki, bu ya 5-ə uyğun gəlməlidir normalda, ya 8-ə. Səm görürsüz də heç yerdə yoxdur. Amma 5 bir çox yerdə istifadə olunub. Fikir verin. Həm də 8 bir neçə yerdə istifadə olunub. Demək biz o zaman səmavidəki 06-nı yerinə qoysaq, onda səmə heç nə qalmış olmur. Nə 5 uyğundur, nə 8 uyğundur. Ona görə nə edirik? Bayaq dediyim kimi, bir-birinə bənzəyən bu hissədə səmavi ilə mavidən başqa ədalətlə ətalətdir. Aparırıq bunları uyğunlaşdırırıq 506 806-ya. Onda mən bu aləti ümumi birinci ayırıram. Burada alət, burada alət. Bəs mən bu 06-nı necə uyğunlaşdırım? Əlbəttə yenə deyirəm, son 2 hissəni götürə bilmərik əti. Çünki çox yerdə ət var da, 4 dəfə istifadə olunub elə ən axırlarda. Axır 6-4 dəfə istifadə olunmayıb bizdə axırlarda. Ona görə belə eləyəcəm. Burada lət var, lətafətdə də lət var, ətalətdə də lət var. Elə gəlin ona görə ləti ayıraq. Buradan ləti ayırdım. Bu bir balaca da intuisiya, biraz da elə bir məntiqinizi də işlətməkdən əlavə, biraz da belə görürsüz də ümumi nəzər salmaq lazımdır. Yəni yoxsa sualın içərisində qətiyyən itib bata bilərsiniz, çox vaxtınız gedər. Lət burdadır, lət burdadır. Bir də lət bu hissədə də var. Bax burada da var. Əgər mən bunu 6-ya uyğunlaşdırıramsa, lətə burada da 6 yazmış olaram, lətə burada da 6 yazmış olaram. Onda A hərfinə buradakı ədalətdə və ətalətdə A qalırdı ortada. 0 yazıram A-ya, burada da A-ya 0 yazmış oluram. İndi mən görürəm ki, 6 ilə başlayan bir ədədim var. Söhbət lətafətin şifrəsindən gedir. Bu 675-dir. Fikir verirsiniz, burada ət var, lətafətin də sonu ətlə bitir. Demək olar bu 5-dir də. 5-i bura da qoya bilərəm, həm də bura da qoya bilərəm. Ətə yazıram burada 5, burada da ətə yazıram 5.
İndi ortada af qaldı axı bizdə, düzdürmü? Afa da nə düşəcək? 675-dəki 7 düşmüş olacaq. Bunu da qeyd elədik. Hə, bir də bunu deyə bilərik ki, ədalət sözündəki artıq əd də bəlli oldu ki, bu da 8-dir. Çünki 506-nı tapmışıq biz. Ədə də götürüb yazırıq buradan 8. Ondan sonra baxa bilərik hansı hissəyə. Ortası əd olan burada nədir? Nədsdir də, düzdürmü? Onda ortası o 8 olan bizdə nəd sözünün şifrəsiymiş. Ona görə ədə götürüb yazırıq 8-i. Avtomatik olaraq n-ya düşəcək tək hərf qaldığı üçün 4, s-ə də düşəcək 1. 481-i yazdıq bu hissəyə. İndi mən s-i yazandan sonra belə bir şey görürəm. Dedim axı, s və ya səmlə başlayan bir şey deməli yoxdur. Onda elə bu s-in şifrəsi olan bir səmavidəki buradakı biri bildirirmiş. Ona görə s-nin yerinə yazdıq 1-i. Ondan sonra burada v-nin də şifrəsini tapa bilərik, əmanın da. Zaten bizdə bundan sonra bölməyimizə ehtiyac yoxdur. Çünki biz ədalət sözünün şifrəsini tapmışıq 806. Qeyd eləyə bilərik buradan ədalətdən. Buradan yazıram 806 oldu ədalət. Lətafət sözünün şifrəsini tapmışıq 675. 675. Mavinin şifrəsini tapdıq ki, bu mavini artıq tapa bilərik biz. Mavi necə tapacağıq? Səmavinin şifrəsini nə tapmışıq? 1 ilə başlayan 123-dür də, düzdürmü? Onda burada sonu 3 ilə bitir də, bizdə səmavinin sonu 3 ilə bitir. V də olacaq əlbəttə ki. Ona görə sonu 3 yazırıq burada V-yə. Sonu 3 ilə bitən o birisi ədədimizdə 903-dür də, bizdə başqa yox idi. Bu da mavi sözünün şifrəsi idi. M-ə 9 yazırıq, A-ya da 0 yazırıq. Doğrudan da A-ya yuxarıda 0 demişik. Mavi sözünün də şifrəsini o zaman tapdıq 903 və səmavi sözünün də şifrəsini tapdıq ki 123. 1 ilə başlayan ədədimiz onsuz da əma oldu, onda 2. Əma oldu 2, V oldu 3. O zaman 123 də buna yazırıq. İndi nə deyir bizə? Bu sözlərin şifrələrini, ədədlərinin hər birinin rəqəmlərinin cəmini tapın. Rəqəm toplayırıq. 8, 6, 14 eləyir. Toplayın buradan. 8, 6, 14. Üstünə gələcəyik. 6, 7, 5, 12, 5, 17 gələcəyik üstünə. 17 yox. 6, 7, 13, 18 gələcəyik üstünə. Ondan sonra 903-ün rəqəm cəmi 12 eləyir. 123-ün də rəqəm cəmi 6 eləyir. Toplayaq geçsin. 18, 12, 30 eləyər. 36 budur. 36-nın üstünə 14 gələndə 50 eləyər. Deməli, sualımızın cavabı 50 olmuş olacaq və D bəndi işarə eləmiş olduq. Həqiqətən də maraqlı və bir o qədər də çətin sual sayıla bilərdi.